Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'l mursalin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Sözsüz ki, qardaşlar, Allah subhanahu ta'ala çoxlu nemətlər bizə verir. Və bu nemətləri həmişə yad etmək lazımdır. Və Allah subhanahu ta'ala şükür etmək lazımdır. Çünki nemətlərə şükür etməyəndə nemətlər gedir. Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur: "Ləin şəkərtum ləəzidənnəkum və ləin kəfərtum innə əzəbi ləşədid." Allah subhanahu ta'ala şükür etsəniz, Allah nemətləri artıracaq. Lakin nankör olsanız, Allahın əzabı şiddətlidir. Və ən böyük nemətlərdən əslində ən böyük nemət ümumən İslam nemətidir. İslam neməti. Çünki Allah subhanahu wa ta'ala insanı, bəşəriyyəti onu ibadət etmək üçün yaradıb. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ buyurur Allah subhanahu wa ta'ala insanları, cinləri Allah yaradıb ki, onu ibadət eləsinlər. O da İslamdır. İslam doğru, düzgün Allah ibadət eləməkdir. Bunun mənası budur. Bütün peyğəmbərlər buna görə gəliblər. Və lakin biz nəyi görürük? Muhammed sallallahu aleyhi ve sellem gəldikdən sonra düzdür, onun zamanında İslam bir dənə idi, din bir dənə idi. Lakin sonra gördük ki, müəyyən səhvlər, parçalanma oldu. Ona görə çox insan özünü İslama nisbət edir. Və lakin hamı Peyğəmbər sallallahu aleyhi ve sellem getdiyi yoluna getmir. Ona görə burada mühümdür hər müsəlman üçün başa düşmək, necə o həqiqi İslamı yaşamalıdır. Ən birincisi başa düşməlidir. Harada axtarmalıdır. Görürsünüz ki, nə qədər yad fikirlər var, hamısı İslama nisbət olunur. Ona görə sən sadəcə müsəlman olaraq bilməlisən, necə sən bu fikirləri həqiqi İslamdan seçə biləsən. Çünki məsələlər çoxdur. Hər məsələ üzərində dayansan, bu məsələ var İslamda, yoxdur, məsələn, belə yolun uzun olacaq. Lakin sənin əlində açar olsun. O açarla sən başa düşəsən ki, mən haqq İslamı yanlış, səhv yolda necə ayırım. Bunun üçün, qardaşlar, bilmək lazımdır ki, hər bir ibadətin iki şərti var. Allah subhanahu o ibadəti qəbul etmək üçün. Və bu da əslində La ilahə illallah Muhammedun Rasulullahın təfsiridir, şərhidir. Çünki baxın, insan İslam'a necə daxil olur? Demir ki, mən filan şeyxə görə İslamı qəbul edim, onun yoluna gedib, yox. Nə edir? La ilahə illallah deyir, düzdür. La ilahə illallah Muhammedun Rasulullah deyərkən İslam'a daxil olur. Və bu əslində, qardaşlar, balaca söz deyil. Çox adam öyle bilir ki, nə deyir? La ilahe illallah Muhammed Rasulullah. Yox. O ən əzəmətli ibadətdir. O insanda la ilahe illallah olmasa, heç bir ibadəti qəbul olunmaz. Və Muhammed Rasulullah olmasa, ibadət qəbul olunmaz. Ona görə əzəmətli sözdür. Ona görə əhl-i sünnə, müsəlman alimlərinin arasında ixtilaf yoxdur ki, la ilahe illallah Muhammed Rasulullah deməyən müsəlman deyil. Onu etiqad etməyən, onu deməyən müsəlman sayılmaz. Yaxşı, bu la ilahe illallah Muhammed Rasulullah nə deməkdir? Və əslində dediyimiz kimi, bu la ilahe illallah Muhammed Rasulullah əslində bizim üçün bu kəlmələrlə biz haqla batilə ayıra bilərik. Hər bir məsələdə. La ilahe illallah şəhadətin birinci qismi. Yəni, haqq ilah yalnız Allahdır. Və o deməkdir ki, Allah subhanahu wa ta'ala hər bir ibadəti qəbul etmək üçün mütləq bu ibadət nə olmalıdır? Allah üçün. Ola bilsin, sən ibadət gözəl eləyəsən. Gözəl şəkildə, hədislərə əsasən. Və lakin sən bu ibadəti Allah üçün xalis eləmirsən. Yəni, gözünü görsədirsən kiməsə. İstər namaz olsun, istər sədəqə olsun, verirsən sədəqəni. Və lakin belə eləyirsən ki, görsünlər. Riya eləyirsən, özünü görsədirsən.
Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur: "Və mə umiru illə liya'budullah muxlisina lehu'd-din hunafa." Onlar əmr olundular. Nəyə? Yəni bütün peyğəmbərlər, insanlar kimin yanına peyğəmbərlər gəlirdilər? Tek Allah'a ibadət etmək. Muxlisin lehu'd-din, yəni ixlasla. Ona görə ixlas ən əsas şərtdir hər əməldə. Ən əsas şərtdir. Ona görə məsələn ibadətə görə dünya mənfəətini götürmək olmaz. Mən namaz qılıram, mənə pul ver. Pul verməsən namaz qılmayacağam. Bu namaz batildir. Və hansı başqa ibadət. Və bu da la ilahe illallah mənası, qardaşlar. Ona görə Allah Subhanahu taala Quran-ı Kərim neçə yerdə ibadətə əmr eləyəndə tövhidi qeyd edilir. Tek Allah'a. Va'budullaha və la tuşriku bihi şey. Tek Allah'a ibadət edin, onu şərik qoşma. Və çox biz bunu qulaq asanda deyirik ki, Allah'a şərik qoşma. Yəni, dərhal qeyrisini ibadət eləmək fikirləşirik. Və deyirik ki, elhamdülillah biz şirkdən uzaq. Yox, bu səhvdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əxfafu ma əxafu aleykum əş-şirkul əsğar." Ən çox qorxduğum sizin üçün kiçik şirkdir. Gizli şirkdir. Böyük şirkdən qorxmuram ki, siz düşərsiniz. Müsəlmanlar ümumən tövhid əhli. Lakin kiçik şirkdən qorxuram ən çox. Görün, Peyğəmbər kimə deyir bunu? Sahabələrinə. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr üçün qorxur. Bizim halımız bəs necədir? Soruşduq ya Rasulullah, nədir o kiçik şirk? Deyir ki, ər-riya, yəni riya, özünü göstərmək. Özünü göstərmək. Hətta sələflərdən gələrdi ki, imamlardan, onlar deyərlər ki, ixlasdan çətin ibadət görmədik. Ona görə onu balaca ibadət kimi baxma. Deyir, ixlasdan çətin ibadət görmədik. Nə qədər çalışırdıq Allah üçün eləyək, şeytan girirdi, bu əməli məcbur eləyirdik, göstərək kimi. Kiməsə görə eləyək. Nə qədər onunla mübarizə edirsən, şeytan təslim olunmur. Ona görə qardaşlar, fikir vermək lazımdır ona. Və xüsusən də gizli ibadətlərə fikir vermək lazımdır. Çünki gizli ibadətlər riyadan uzaq olur. İstər sədəqə olsun, gecə namazı xüsusən ona görə gecə namazı Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyərdi? Allah üçün ən sevimli namaz fərz namazdan sonra gecə namazıdır. Və başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, haqq möminin sifətidir, yoludur, gecə namazları qılmaq. Görürsən, bu ixlas necə mühümdür. Və müsəlman ola bilsin, bir əməl eləsin, Allah üçün, lakin kimin üçünsə gözəlləşdirsin. Yəni, həm Allah üçün, həm kimin üçünsə. Çox vaxt müsəlman belə eləyir. O, xalis münafiq yalnız Allahdan qeyrisini eləyər. Lakin müsəlmanlarda necə olur çox vaxt? Həm Allah üçün eləyir, həm kimin üçünsə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Qudsi hədisdə, deyir ki, Allah subhanahu taala deyir ki, "Ənə əğnə şurəkə aniş-şirk. Mən amilə amilən, əşrəkə fihi mə'i qeyri təraktu və şirkə." Allah subhanahu və teala buyurur ki, mənim heç bir şərikliyə ehtiyacım yoxdur. Mən onlara möhtac deyiləm. Ona görə kimsə bir əməl eləyərsə, ibadət eləyərsə, həm mənim üçün eləyərsən, həm digər üçün, həm o əməli tərk edərəm, həm o adamı tərk edərəm. Yəni Allah qəbul eləməyəcək. Sən bir ibadəti həm Allah üçün, həm kimin üçünsə eləyirsənsə, Allah onu qəbul eləməyəcək. Xalis Allah üçün olmalıdır. Ən birinci Allah subhanahu taala. Dünya olmamalıdır. O ki qaldı Muhammed Rasulullah. Yaxşı, sən bildin ki, la ilahe illallah tek Allah üçün olmalıdır. Lakin burada sual ortaya çıxır. Yaxşı, bu namaz tek Allah üçün olmalıdır. Zəkat tek Allah üçün olmalıdır. Oruç tek Allah üçün olmalıdır. Lakin necə olmalıdır? Necə qılmalıyım o namazı? Necə tutmalıyım bu orucu? Və burada artıq Muhammed Rasulullah ikinci şərt ortaya çıxır. Xalis Allah üçün və necə Muhammed sallallahu aleyhi və səlləm buyurub, belə olmalıdır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə müvafiq olmalıdır. Budur Muhammeden Resulullah'ın kəlmənin mənası. Ona görün nə qədər əzəmətli kəlmədir. La ilahe illallah Muhammed Resulullah. Çünki hər adam görürsünüz ki, məsələn, bir gün namaz qılır. Hər adam deyir ki, mən bir gün azan verəcəm. Hər bir ibadəti necə istəyir edir, yox. Hətta sən xalis Allah üçün eləsən, mən xalis Allah üçün eləyirəm,
Amma məsələn 5 dəfə namaz qılmıram, 3 dəfə qılıram. Ya 4 dəfə qılıram. Ya zöhrü 4 rükət yox, xalis Allah üçün istəyirəm zöhrü 5 rükət qılım. Daha çox ibadət edeyim. Qəbul edəcəkmi Allah Subhanahu taala bu ibadəti? Eləməyəcək. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Mən amilə amilen leysa aleyhi əmruna fehuve rad." Kim bir əməl eləyərsə, biz etdiyimiz kimi, yəni mən etdiyim kimi o əməl olmasa Allah onu qəbul etməyəcək. Fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim olursa olsun və hansı əməl olursa olsun, yəni hətta çox eləsə. Kimsə deyə bilər ki, mən zöhrü çox qılmaq istəyirəm. Mən fərz namazları çox qılmaq istəyirəm. Mən Allah üçün edirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Fehuve rad." Allah onu qəbul etməyəcək. Sən nə azalt, nə çoxalt. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm eləyib, belə elə. Ona görə Rasulullah sallallahu əleyhi və səlləm başqa bir hədisdə buyurur: "Aleykum bi sünnəti və sünnəti xulafə raşidin." Mənim sünnətimlə gedin və həmçinin raşidi xəliflərin sünnəsi ilə gedin. Deyir ki, "Addu aleyhi bin nəvacis." Bu sünnətdən bərk yapışın. Və onu görsədir ki, qardaşlar, sünnə ilə getmək çətindir. Külək kimi, bərk küləklər kimi bidətlər də gələcək. Səni çalışacaq, aparsın. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Addu aleyhi bin bərk yapışın." Dəqiq mənası bu hədisin, yəni öz dal dişləri ilə yapışın. Çünki insanın dişləri, dal dişləri ən güclü dişlərdir. Maksimum bərk yapışın o yola. Çünki gələcək küləklər. Çətin olacaq. Lakin bərk yapışın. Ki Allah Subhanahu və Teala sizin ibadətinizi qəbul etsin. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə işarə edir. İşarə edir o raşidi xəlifələrə, sahabelərə və onların yolunu gedən sələf salihə, yəni haqq yolda olan alimlərə. Demədi tək mənim yolum gedir ki, raşidi xəlifələrə. Və sözsüz ki, raşidi xəlifələr və sahabelər ümumən Peyğəmbər sallallahu əleyhi və səlləm müxalif ola bilməzlər. Onlar sadəcə Peyğəmbər sallallahu əleyhi və səlləm yolu bizə başsallar. Yəni bu ayrı yollar deyil. Onu görürsünüz Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə öz yolunu və raşidi xəlifənin yolunu bir tutdu və onları sünnə adlandırdı. Ona görə qardaşlar, başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, təfriqə olacaq, firqələr olacaq. Və bu təbiidir. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu, Yahudlar, Xristianlar bölündü 70, obruslar 71, hətta müsəlmanlar bölünəcək, 72 firqəyə, daha çox olacaq. Və hamısı düz yolda olmayacaq, bir dənə yoldan başqa. Peyğəmbər sallallahu əleyhi və səlləm açıqlayır, hansı yolda o? Deyir, "Mə ənə aleyhi və ashabi." O yoldur ki, mənim yolumdur və mənim sahabələrim yoludur. Ona görə mühümdür, qardaşlar, hansı bir məsələni başa düşməyə və həmişə kimsə sənə nəsə deyəndə, İslamda bu var. Soruş, deyirəm, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deyibmi? Sahabələr bunu deyibmi? Onların tələbələri deyibmi? Deməyibsə, necə İmam Malik rahimehullah buyurur, deyir ki, o zaman nə dindən deyildisə, bugün də o dindən ola bilməz. Bu qaydanı öyrənin. O zaman nə dindən deyildisə, bugün dindən ola bilməz. Çünki din onların zamanında Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrin vaxtında tamamlandı. Bu idi din. Ondan sonra gələn şey artıq din deyil. Artıq dinə yenilikdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm həmin o hədisdə nə vaxt deyir ki, mənim sünnətimlə, raşidi xəlifənin sünnətinə gedin, sonra deyir ki, "Və iyyakum və muhtasatil umur." Biddətdən, yəni dində yenilikdən çəkinin. İyyakum, yəni vay halınıza onu eləsiniz. Nəyə görə? فَاِنَّ كُلَّ مُحْدَثَةٍ بِدَعٍ. Çünki hər bir dində yenilik bidətdir. Yəni dünya məsələlərində yenilik çox vaxt yaxşıdır. Yenilik insanlar üçün həyatı asanlaşdırır. Qabaq at üzərində gedirdilərsə, indi məsələn maşın var, təyyarə var, görürsünüz, asanlaşdırır. Bir çox cihazlar əmələ gəlir, insanın həyatını asanlaşdırır. Dindən kənar yenilik yaxşıdır. Çox vaxt. Ola ki, dində yox. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Deyir ki, hər bir dində yenilik, hər bir kul bidətdir və hər bir bidətdir, zəlalətdir. Ona görə eşidirik bugün, bəziləri deyirlər ki, var yaxşı bidətlər, var pis bidətlər. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kul, bütün
yeniliklər, bütün bidətlər. Demədi bəzilər. Ona görə dində hər bir yenilik zəlalətdir. Çünki qardaşlar, nəyə görə insan yeni bir şey gətirir? Fikirləş. Nəyə görə məsələn insan baxır evə, deyir evi remont edeyim. Ya başqa bir yeni bir telefon alalım, yəni yeni bir maşın alalım, ya maşından düzəlir. Nəyə görə? Çünki sən o şeyin görürsən ki, kamil deyil. Sən o şeyi kamil görsən, heç vaxt yeni bir şey gətirmərsən. Sən orada naqislik görürsən, kamillik görmürsən. Ona görə yenilik qoyursan ki, kamilləşsin. Allah Subhanahu taala dini isə kamildir. Sən Allahın dininə nəsə təzə qoyanda, deməli onu kamil görmürsən. Və həmçinin qardaşlar, mühüm məsələlərdən bu dini başa düşməkdə dediyimiz kimi ixlas və Peyğəmbər sallallahu sünnəsi sahabilərin yolu ilə və həmçinin baxmaq lazımdır ki, bu yolu bizə kim aydın edir, kim baş salır. Ona görə də bu məsələdə dediyimiz kimi sələf salih, sahabilər və ondan sonra gedən onların yolu ilə alimlər. Yəni əfsuslar olsun, eşidir indi, hər adam alim olur. Özü hədisi açır, deyir ki, yox, mən belə bir hədis var, bunu belə eləmək lazımdır. Yox, bu səhvdir. Düzdür, hədis, Quran və hədis, lakin kimin fəhmi ilə, dediyimiz kimi, sahabilərin, sələflərin fəhmi ilə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm sahabelər işarə etdi. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə deyir ki, "Xeyrun nasi qarni", ən xeyirli insanlar mənim zamanımda yaşayan insanlardır, yəni sahabelər. Sonra onlardan sonra gələnlər, onlardan sonra gələn nəsil, yəni tabiinlər, yəni onların tələbələri, sahabələrin. Sonra da onlardan sonra gələn onların tələbələri, üçüncü nəsil atbə-i təbiin. Sonra ondan sonra isə insanlar yavaş-yavaş azıca eləcək, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. Ona görə biz sələf salih deyəndə bu üç dənə nəsil nəzərdə tuturuq. Sahabələr, Peyğəmbər sallallahu əleyhi və səlləm birinci, sonra sahabələr, onların tələbələri, tabiinlər və onlardan sonra gələn tabiinlər. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm baxın nə deyir? Deyir ki, "İnnel uləmə varasul enbiya." Həqiqətən alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlərin varisləridir. Nə deməkdir o qardaşlar? O deməkdir ki, peyğəmbərin dinini alimlər gərək baş salsınlar. Cahillər yox. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, məndən qabaq İsrail övladlarında həmişə bir peyğəmbər olardı. Peyğəmbər ölürdüsə, Allah dərhal bir peyğəmbər göndərirdi. Nəyə görə? Dini baş salsın. Və lakin deyir, məndən sonra belə olmayacaq, mən son peyğəmbərəm. Lakin bu əməli kim eləyəcək? Kim dini baş salacaq? Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Həmin bu əməli, həmin bu funksiyasını kim? Alimlər həyata keçirəcəklər. Yəni onlar qoymayacaqlar insanlar assınlar. Ona görə başqa bir hədisdə hətta Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: əgər Allah istəyirsə elm qaldırsın, yəni insanları elmsiz qoysun, onda Allah subhanahu wa ta'ala dünyadan aparır alimləri. Baxın, kitabları yox, internet saytları yox. Kitablar həmişə var. Lakin alimləri. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. Çünkidir alim olmayanda insanlar cahildən soruşarlar. Dini məsələləri cahillərdən soruşarlar. Cahil də cahildir. Ona görə özü də azıb, cəmaatı da azdıracaq. Yoxsa Allah subhanahu wa ta'ala necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "La yentezu ilmi intizan." Allah subhanahu wa ta'ala sadəcə elmi elə belə qaldırmır. Alimlərin ölümü ilə qaldırır. Ona görə onu göstərir ki, qardaşlar, yəni biz gərək alimləri tanıyaq və dini və xüsusən yeni məsələləri özümüz fetva verməyik. Mötəbər, böyük alimlərə müraciət edək. Yeni məsələlər, böyük, fitnəli məsələlər alimlərə gərək qayıdaq. Hansı ki, bu yolla, sələfin yolu ilə gedirlər. Allah subhanahu ta'ala istəyir ki, bizə işli faydalandıran etsin. Allah subhanahu wa ta'ala sizdən razı olsun. Jazakallahu khairan. Və sallallahu aleyhi ve sellem Muhammed və alə alihi və sahbihi və sellem.